Bu hallarda da qan tez parçalandığına görə hemoliz olub və nəticə etibarilə öd kisəsində daş yarana bilər. Xüsusilə öd daşları uşaqlarda insidental, yəni təsadüfən edilən ultrasəs müayinəsi nəticəsində ortaya çıxır. Bir uşaqda öd kisəsində daş var idi, heç o daş bilinmirdi var, bəlkə 5 il şikayət verməyəcəkdi, bilmirik. Bəzi dərman preparatları var ki, onları başlamaqla öd daşlarını kiçiltmək və ya yox etmək mümkündür. Hər vaxtınız xeyir. YouTube kanalımızda xoş gördük təkrardan. Mən uşaqlarda öd daşı problemlərindən danışacağım. Bir öncəki videomuz da bu haqda idi. Səhifəmizdən izləyə bilərsiniz. Çünki öd daşı uşaqlarda elə bir mövzudur ki, onu bir video içərisində danışmaq həm yorucu ola bilər, həm diqqətdən qaça bilər verdiyim məlumatlar. Ona görə bir neçə video şəklində bunları qısa-qısa, səbirli bir şəkildə izah etmək istəyirəm. Bu dəfə isə öd kisəsində daş var. Xüsusilə öd daşları uşaqlarda insidental, yəni təsadüfən edilən ultrasəs müayinəsi nəticəsində ortaya çıxır. Zaten daşların ortaya çıxmasının ən sıx səbəblərindən biri ultrasəs müayinələrinin asan şəkildə əlçatar olmasıdır. Yəni istənilən bir vətəndaş öz övladını istənilən bir xəstəxanada bəlli bir məbləğ qarşılığında ultrasəs müayinəsi elətdirə bilir. Və bu o deməkdir ki, bir uşaqda öd kisəsində daş var idi, heç o daş bilinmirdi var, bəlkə 5 il şikayət verməyəcəkdi, bilmirik. Amma bugün ultrasəs müayinəsi olundu və o daşı biz gördük və bu təbii ki, ailəni narahat etməyə başladı. Yəni ultrasəs müayinəsinin də hiperdiaqnostikası daşların sayının artma ehtimalını rəqəm olaraq artırmış olur. Daşı ilk gördüyümüzdə çox önəmli məsələlər var. Uşağın yaşı önəmlidir və qanın parçalanması, hemoliz dediyimiz problemin olub-olmaması önəmlidir. Əgər hematoloji xəstəliyi yoxdursa uşağın, qidalanma faktorunun üzərində daha çox dururuq. Qidalanma faktoru normadadırsa, hemoliz varsa, o zaman mütləq şəkildə bir hematoloqla konsultasiya edib ailəvi sferostoz, bəzi talasemiya formalarında, orak şəkilli hüceyrə anemiyasında, bu hallarda da qan tez parçalandığına görə hemoliz olub və nəticə etibarilə öd kisəsində daş yarana bilər. Bilirik ki, çünki öd qırmızı qan hüceyrəmizin, yəni eritrositlərin parçalanma məhsulundan yaranır, parçalanmasından yaranır. Ona görə nə qədər çox qırmızı qan hüceyrəsi parçalanarsa, bir o qədər çox öd yaranır və yaranmış ödün də atılımı çox olduğuna görə daşlar yaranmağa başlayır öd kisəsində. Bunların adı olur pigment daşları, xüsusilə qan xəstəliklərində olan daşlar. Pigment daşlarına dərman müalicəsi vermək çox faydalı deyil. Adətən heç bir faydası olmaz və pigment daşlarında biz adətən klinik şikayət də varsa cərrahi müdaxiləni erkən də olsa tövsiyə edə bilərik. Amma digər qrup, məsələn, qidalanma faktoruna görə olan daşlar vardır ki, misal üçün uşağın hematoloji xəstəliyi yoxdur, daha çox qidalanma faktorudur, artıq çəkisi var, qidalanması düzgün deyil. Bu zaman bəzi dərman preparatları var ki, onları başlamaqla öd daşlarını kiçiltmək və ya yox etmək mümkündür. Xüsusilə 8 yaşın altındakı uşaqlarda, 5-7 millimin altındakı daşlarda faydalı olma ehtimalı çoxdur deyə yazılır. Amma bu məlumatı ailələrə verdikdən sonra mütləq şəkildə dərman müalicəsi aldığı müddətdə öd daşının ümumi öd kanalına, yəni xoledox dediyimiz hissəyə düşüb, xolesistit yaratması, yəni iltihaplanma yaratması, xolangit, yəni öd yollarının iltihaplanmasına səbəb olması kimi halları baş verə bilər və eyni zamanda qızdırma ilə, sarılıqla, şiddətli ağrı ilə, ödün bağırsağa axa bilməmə problemi ilə uşağa təcili müdaxilə gərəkə bilər və bu müdaxilə artıq sadəcə öd kisəsinin çıxarılması deyil, həm öd yolu əməliyyatı, həm öd kisəsi əməliyyatı olaraq ayırd edilir. Yəni bir əməliyyat yox, 2 əməliyyat olmaq məcburiyyətində qalır uşaq. Ona görə xüsusilə qan xəstəliklərinə bağlı bir daşdırsa, burada dalaq məsələsi də var. Dalaq da normadadırsa, çünki o da araşdırılmalıdır. Qan xəstəliklərinə bağlı bir daşdırsa, tövsiyə olunur ki, öd kisəsi əməliyyat olunsun və zamanında bunun qarşısı alınsın. YouTube kanalımıza abunə olmanızı xahiş edirəm, çünki bilirsiniz ki, bizim yeni videolarımız yükləndiyi zaman sizlərə bildirim gəlir və bu videoları rahat bir şəkildə izləyə bilərsiniz. Şərh bölməsinizə suallarınızı yaza bilərsiniz. Mən onları qısa müddət içərisində cavablandırmağa çalışacağam. Diqqətinizə görə təşəkkür edirəm.